Size çok dadlı pendirli pideler hazırlayacağım. Bunun için bize lazım olacak 1 xörək qaşığı şeker tozu, 1 xörək qaşığı droj yani maya, 1 xörək qaşığı un ve üzerine 1 stəkan otaq temperaturunda olan ılıq su. Yani ne qaynar olmasın, ne de soyuq olmasın. Bunları belə qarışdırıram, qoyuram qırağa, yani droj mayalansın. Ve 750 gram un, üzerine 1 xörək qaşığı duz ve 100 gram eridilmiş kərə yağı, bir stəkan yenə də otaq temperaturunda olan